90-cı illərin avtomobil dünyasında iz qoyan bir model BMW E36. Bu kuza 1990-cı ildə istehsala başladı və BMW E30 modelinin davamı kimi təqdim olundu. E36-nın ən böyük fərqi daha aerodinamik dizayn, daha komfortlu salon və daha stabil idarə etməkdir. Arxa ötürücülü olması onu sürüş həvəskarlarının favorisinə çevirdi. Drift sevənlər üçün əsl klassika. Kapot altında isə 1.6-dan başlayaraq 3.2 litrəyə qədər mühərrik seçimləri var idi. Ən güclü versiyalardan biri BMW M3 E36 300-dən yuxarı at gücü ilə əfsanəyə çevrildi. Bu model sedan, kupe, kabriolet və hətta universal kuzalarda istehsal olunub. Sadə desək, E36 həm gündəlik sürüş, həm də performans üçün ideal balansdır. Bu gün belə küçələrdə görəndə diqqət çəkir. Əgər sən də klassik BMW ruhunu hiss etmək istəyirsənsə, E36 hələ də aktualdır.